Salam dostlar, mənim adım Melisa'dır. Mən bugündən hər həftə sizlərlə birlikdə nağıl saatı eləyəcəyik. Çox sevincliyəm. Sizlərə hər zaman gözəl nağıllar danışacağam. Vaxt itirmədən maraqlı nağılımıza keçək. Nağılımız Turpun nağılıdır. Gəlin başlayaq. Biri var idi, biri yox idi. Bir baba vardı. Bir gün baba turp əkir və deyir: "Böyük turpum, şəkər ol, bal ol." Və günlər keçir. Turp böyüyür və çox böyük olur. Baba turpu çıxarmağa gəlir. Ancaq turpu çıxara bilmir. Çünki turp çox böyük olur. Və baba nənəni köməyə çağırır. Nənə köməyə gəlir. Nənə babadan, baba turpdan dartırlar, dartırlar, turp çıxara bilmirlər. Nənə nəvəni köməyə çağırır. Nəvə nənədən, nənə babadan, baba turpdan turpu dartırlar, dartırlar, ancaq çıxara bilmirlər. Nəvə Toplanı köməyə çağırır. Toplan nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan turpu dartırlar, dartırlar, amma çıxara bilmirlər. Və Toplan Məstanı köməyə çağırır. Məstan Toplandan, Toplan nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan turpu dartırlar, dartırlar, çıxara bilmirlər. Və Məstan Siçanı köməyə çağırır. Siçan Məstandan, Məstan Toplandan, Toplan nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan, turpu dartırlar, dartırlar, axırı çıxarırlar. Nağılımız da burada sona çatdı.